Bugün evde çok sayıda ama inanılmaz derecede yumuşak bir keks hazırladım. Gelin birlikte hazırlayaq. Əvvəlcə 3 yumurtanı, otaq temperaturunda olan 3 yumurtanı ve 1 çimdik duzu qaba əlavə etdikdən sonra 1 stəkan yarım şəkər tozunu bu qarışımın üzərinə əlavə edirəm. Və sonra mikser vasitəsilə tam ağarana qədər qarışımı qarışdıracağım. Siz mikserin orta xodu ilə edə bilərsiniz. Mən bu şəkildə etdim və tam ağardıqdan sonra görürsünüz ki, tam ağarır və ağardıqdan sonra mən buraya öncədən ilıq südü ilıq eləmişdim. İlıq südü əlavə edirsiniz və 50 qram kərə yağını öncədən mən əritdim və soyudulmuş kərə yağını əridilmiş əlavə edirəm və mikserin yavaş gözü ilə biraz qarışdırıram. Qarışdırın ki, hamar olsun. Tam hamar olana qədər qarışdırdım. Və 2 stəkan unun üzərinə 1 paket vanilya və 1 paket qabartma tozunu əlavə edib, unu asta-asta, çox az hissə-hissə əlavə edirəm xəmirin üzərinə. Və mikserin yavaş gözü ilə siz bunu spatula vasitəsilə də edə bilərsiniz. Çırpıcı vasitəsilə, spatula vasitəsilə yavaş-yavaş həll etdim ki, yəni mikserlə etdim mən, hamar olsun, topaq qalmasın. Və budur, öncədən qızdırdığım soba tavasına, yəni tavaya bunu əlavə edirəm və budur, hazırdır. İndi göndəririk 180 dərəcə, 170-180 dərəcədə bişirməyə. 20-30 dəqiqə ərzində bişir. Gördüyünüz kimi üzəri qızarsa da içi yumşaqdır. Evdə tez və dadlı keks axtarırsınızsa bu resepti mütləq yoxlayın. Bişirsəniz nəticəni şərhlərdə yazmağı unutmayın.